Diaqramlarla bağlı verilmiş mülahizələrdən doğru olanı müəyyən edin. Skater qiymətləri müqayisə etmək və coğrafi bölgələr üzrə kateqoriyaları göstərmək üçün istifadə olunur. Bu fikir doğru deyil. Bu, deməli, diaqramlardan map diaqramına aid olan bir fikirdir. Əgər Y diaqramı müəyyən zaman müddətində bir neçə verilən dəstə arasında fərqləri vurğulayan diaqram tipidir. Bəli, bu doğru fikirdir. Məlumatlar arası əlaqəni faizlərlə göstərmək üçün pay diaqramından istifadə olunur. Kolum yazılıbdır. Bu fikir doğru deyil. Line diaqramı üfüqi zolaqlar şəklində təsvir olunan bir diaqram tipi deyil. Line diaqramı zaman daxilində verilənlər arasında müəyyən inkişaf meyllərinin göstərilməsini təmin edir. Üfüqi zolaqlar şəklində olan diaqram tipi bu bar diaqramıdır, zolaqlı diaqramdır. Bu doğru deyil və hansı diaqramdır ki, kateqoriyalar üzrə qiymətlərin müqayisəsi üçün istifadə olunur? Bu, kolum diaqramına aiddir. Pay diaqramına aid deyil. Doğru olanı müəyyən etməliyik. Doğru fikir budur. Əgər ya diaqramı müəyyən zaman müddətində bir neçə verilən dəstə arasında fərqləri vurğulayan diaqram tipidir.